9'dur. A'yı A bucağının tembeləndir. Yəni bura alfası, burada alfadır. Yəni bunlar bərabərdir bir-birinə. Həm də Y nöqtəsi CD tərəfinin neydi? Tembelendi. Yəni burada deməli CY bərabərdir YD-yə. AY tembeləndir. AY'nin uzunluğu verib 21 cm. İndi bizdən soruşur BY-ni. İndi biz burada nə edə bilərik? Biz burada CY YD-yə bərabərsə biz AB tərəfinin orta nöqtəsini birləşdirib. AB tərəfinin orta nöqtəsini yəni Y nöqtəsinə birləşdirsək və burada bir M nöqtəsi desək, bu deməli MY paraleldir AD-yə, o da paraleldir neçəyə? BC-yə. Deməli burada nədir? MY nədir? Orta xəttdir. MY orta xəttdir. MY orta xəttirsə deməli biz dedik ki, əvvəlcədən dedik nədir? AD-yə paraleldir. AD-yə paraleldirsə bu deməli iki paralel düz xətt və kəsinə görə deməli bucaq YAD, yəni bura alfası deməli bunlar daxili çarpaz bucaqlar olduğundan bu da nə olacaq? Alfa olacaq. Deməli bucaq YAD bərabərdir. Bucaq YAD bərabərdir. Bucaq MY A, o da bərabər neçə? Alfa olar. İndi biz üçbucaq AMY'yə baxsaq, üçbucaq AMY'də deməli üçbucaq AMY'də bucaq A bərabərdir bucaq Y'yə, o da bərabərdir neçə? Alfa. Yəni üçbucaq AMY necə üçbucaqdır? Bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqdır. Deməli biz üçbucaq ABY-də B bucağına bir beta desək, biz burada nə görürük? MY orta xəttsə deməli burada AM bərabər neçə? MB-yə. Deməli AM bərabər MB olarsa bu üçbucaq ABY-də MY üçbucaq. Bax burada MY üçbucaq MBY və üçbucaq AMY-nin neydi? AMY-nin neydi? Orta tərəfdir. Ortaq tərəfdir. Ortaq tərəfdir. Yəni burada AM ilə MB yəni bir-birinə bərabərsə, MY də ortaq tərəfdirsə, deməli biz burada nə edərik? Deməli MB də bərabər neçəyə? MY-yə. Burada MY-yə deməli bərabərsə, deməli bu bucaq necə olacaq? Beta olacaq. Deməli üçbucaq ABY-də alfa bucağı üstə gəl, beta bucağı üstə gəl. Yəni bu bucaq beta üstə gəl, alfa bərabərdir 180 dərəcə olarsa, burada alfa 2 alfa üstə gəl, 2 beta bərabərdir 180. Alfa üstə gəl, beta bərabər olunca 180 bölünsün 2 bərabər 90. Deməli bu alfa üstə gəl, beta bucağı oldu 90 dərəcə. Yəni bizim bucaq BYA bərabər neçəyə? BYA bərabər 90 dərəcə. Deməli üçbucaq ABY nədir? Düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaqdır.
Düzbalı şuralsa yəni bucaq BY A dedik nə qədər 90 dərəcə. 90 dərəcədirsə deməli AB hipotenuzdur. Demək A7 nədir? Katetdir. İndi biz buradan BY-ni tapmaq üçün BY-ni necə taparıq? BY bərabər olacaq AB-nin kvadratı. AB-nin kvadratı çıxılsın AY-nin kvadratı. AY-nin kvadratı. O da bərabərdir. AB-nin qiyməti verilib 29-un kvadratı çıxılsın. AY-nin kvadratı 21-in kvadratı. Biz də bunu müxtəsər vurma üsulları kimi yazsaq. Müxtəsər vurma üsulunu istifadə edərsək. 29 çıxılsın 21. Yəni bir dəfə toplaması, bir dəfə çıxması. 29 da gəlir 21. 29 ilə 21 çıxılsın 8 vurulsun. 29 üstünə 20 yəni 50. 8 vurulsun 50 yükü qatında 4 üzərinə görə çıxılsın 20. Biz B-yin tapdığında gəldik. B-yə bərabərdir. X bərabərdir 20. Yəni bizdən soruşulan B-yə nöqtəsi daha doğrusu B-yə tərəfi neçəyə bərabər imiş? 20 santimetr imiş.